Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın istiliyi gecə 15-18 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civəsunun nisbi rütubəti isə gecə 75-80%, gündüz 55-65% təşkil edəcək. Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın istiliyi gecə 14-17 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.